otağın görünüşü ilə yanaşı rahat və funksional olması da vacibdir. Bəs yataq otağı dizaynında ilk olaraq hansı amillər nəzərə alınmalıdır? Biz yataq otağında daha çox sadə və minimal üsluba üstünlük veririk. Çox adam əslində elə bilir ki, sadə üslub boş və lazımsız üslubdur. Əslində isə bu belə deyil. Düzgün istifadə olunduqda otağa həm rahatlıq, həm də zövqlü bir görünüş bəxş eləyir. Yataq otağı dizaynında əsas amillərdən biri də rəng seçimidir. Bu sadəcə otağın ölçüsünə yox, həm də rahat yuxu rejimi üçün mühüm əhəmiyyət kəsb edir. Ən çox dəbdə olan rənglər sakit və açıq tonlardadır. Həmin bu rənglərdə ağ, bej və pastel çalarlarıdır. Hansı ki, bu rənglər otağı daha geniş, vizual olaraq daha geniş göstərir, həmçinin estetik rahatlıq da bəxş eləyir. Son vaxtlar yataq otaqlarında oval başlıqlı mebellərə daha çox üstünlük verilir. Sadə yataq dəsti, kompakt tumbalar və funksional mebellər isə daha rahat istifadə yaradır. Yataq otağı dizaynında rəng, işıq və material seçimi təsadüfən olmur. Çünki bu elementlərin hər biri insanın yuxusuna, rahatlığına və hətta gün ərzindəki enerjisinə belə təsir edə bilir. Yataq otaqlarında sərt işıqlandırma və ağır tonlar vizual olaraq qarışıqlıq yaradır. Elə buna görə də biz daha çox yumşaq işıqlandırmadan və sakit rənglərdən istifadə edirik. Məsələn, bu gördüyünüz yataq dəstində ümumi işıqlandırmadan istifadə eləmişik. Həmçinin güzgü kənarında olan işıqlandırmada rahat istifadə yaradır. Nəzərə alsaq ki, yataq otağı şəxsi, özəl və evin ən gizli saxlanılan bölgəsidir. Bu da o deməkdir ki, məkanın interyeri həm xüsusi, həm də özünə məxsus dizayn tələb edir. Deməli, bu cür dizaynlarda əsas məqsəd insanın özünü rahat, təhlükəsiz və sakit hiss edəcəyi bir ab-hava yaratmaqdır. Bunun üçün elementlərlə yanaşı hər bir detalın tamamlanması da əhəmiyyətlidir.